ermənilərin durduğu pozisiyanın altında dayanmışdıq. Eşitdik ki, Ruslar başladılar Rus dilində danışmağa. Rus ofserləri, Rus soldatları. Abrabatovay, Sleva, Naprava belə sözlər eşidirdi ki, hansı ki, ermənilər öz dillərində danışır, amma Ruslar da öz aralarında belə Rus dilində danışırlar. O ikinci kömək etdi, onlara gəlmişdi. Sonra Azərbaycan dilində bizim uşaqlarımızı, məsəl üçün, ermənilər bildirirsən ki, Allah'dır, müasir yazılır. Ona görə də biz qırmızı bağlamışıq. Hamısı. Bizə əllədirlər. Mən də elə bildim ki, bizim öz uşaqlarımız. Yaxşı ki, tez uşaqlarımızı arkadaşlar diyorsunuz kimi çox da değil. Bizim kimi qırmızı bağlayıb, məsəl üçün, onlar hər kimdə gelirlər, də baxıyor. Başımıza bağlamışdı ki, qırmızıları. Sonra komanda bildi ki, qırmızılar dağılsın, qırmızılar da hamısı yığılsın ki, heç olmasa bilək görək şu uşaqlarımızı. Deməli biz Xəzər və adıyla bir-birimizə başladık ki, aramızda olan məsələdə parolumuzu Xəzər adlandıraq ki, qırmızıları sonraki öz uşaqlarımız bilək ki, erməni vurur, yoxsa biz erməni vurur. Ayrı seçkili olmaz. Rusların mafsiyələri, bir də ki, orada o minamyotları gənə də işləyirdik. Minamyot qurğularını Ruslar şey deyir. Onlar istifadə edir. Onlar istifadə edir. Minamyot qurğuları, biz ona görə ki, onların alt hissəsində dayanmışdıq. Üstdən deməli eşidilən səslər hamısı minamyotun deməli o koordinatların zadını deyilməli Rus dilində dəqiq deyilir bir-birlərinə, Rus ofserlərinə bir-birlərinə deyilir ki, hansı koordinatda biz harada oturmuşuq, bizim uşaqlar haradadılar, oraları bulsun, o tosmalar, harada ki, böyük qüvvələr var.